مرحوم مطهری روحین صلواتla yad eləyək. Buyuraymış ki bizim همسایemiz var idi Tehranda. بعد hicab idi xanım. Hicabın əslən müraat eləməydi. Bir hicab. Xanavada dinlə işi yox idi. Quran buyurur ku enfusakum ve ahlikum naren ve qudahan nas vel hicare. Təş bir-birimizi çağırır. Hasan, Hüseyin, Veli, Nəqi, ku enfusakum tu özü və xanavadı cəhənnəmdən nicat vericinin. Yapışın əlinizdən, bir-birinizin əlindən. Caməni xitab edir ku enfusakum. Özü cəhənnəmdən nicat verin. Günah cəhənnəmdir. Günah insanın vətənin yadından çıxardığı insanın. İnsanı səfərdən saxlayır. Musafirətdən saxlayır. Musafirəti və aləmi vilayət. Buraymış bədi hicab edir. Bəlkə bir hicab edir. Amma bir dəfə gördüm bunlara elə bil nəsim-i mənəviyyət bu xanavadiyə əsli. Birdən oğza təxyir yedi. Ruh mənəviyyət bu xanavadiyə varid olub. Hamısı əhl-i namaz, hamısı muhəccəbə. Birdən təxyir yeyiblər. Təəccüb elədim. Saxla bu rabitəni, bu məhəbbəti fırran əhl-i beytin başına əlindən yapışarlar. Buraymış sual elədim, nə oldu siz bu cür oldunuz? O xanım nəql etmiş ki bu il برای تفریح تابستان هی اوقات fərağət ha. Ovqat fərağət harda məsrəf olsun? Hey parkdır, hey meydan futbol. Amma demiyor ki bunu dürüst təfhim eləyək bu cavana ki الان bu sərmayə cavani əlindən gedə ya. Allahı gərək tapasan ha, tapbasan zərər elədin ha. Sonra tapanməzsən ha. Sonra tapanməzsən. Rivayətdə var, neçə şey insanı məst elər. Biri də sokru şəbab, cavanlıq insanı məst elər. Gərək məstlikdən cavanı o edəsən. Nəinki deyəsən bu məstlikdə keçkinə. Neçə şey əsbab-ı məstli insandır ki, insan vətəni yadından çıxar, özü yadından çıxar, Allah'ı yadından çıxar, şinasname-i vücudusu yadından çıxar. Gurur cavanidir. Şəhəvat-ı cavanidir, ehsasat-ı cavanidir. Əgər düz məsir verməsin, sürətlə Allah'a çatar. Sürətlə. O gedin qəbristanı şühədaya, vadi rəhmətə. Görün bu cavanların neçəsi qocadır, şəhid olurlar. Neçə dərsədi qocadır. Allah'la gedib cavanlıqda müamilə eləyəsin. Bəli buyuraymış ki, getmişdik Məşhədə bəray təfrih, nə bəray ziyarət. Getmişdik Turqəbədə gəzməyə, Vəkilabadda gəzməyə. Məşhədin bir qisməti o şimal şəhər Turqəbəzad görməlidir, gəzməlidir. Məmulən gedərlər gəzməyə. Biz də deyək getmişdik gəzməyə, İmam Rızanın ziyarətinə getmədik. Amma axır günü ki gəzəydik, gəldik, Xiyaban-ı Nəvvab var, Nəvvab Səfəvi. Oradan Nəvvabdan keçəndə bir gözüm düşdü eyvan-ı təlayı İmam Rızaya. Tez əlimi sinəmə qoydum, dedim, Əssalamu aleyküm, yəbnə Rasulullah. Salam bənd insandır. Gahib bir salamla bir nəfhə ilahi insanın vücuduna dəyir. Lazım deyib buradan durub Məşhədə gedəsən. Elə imkanın yoxdur burada əli üstünə qoy, Əssalamu aleyküm, yəbnə Rasulullah. Cavab alar insana. Bir cavan mənə nəql eydi, əhli hal,
deydi, tamam xanavadə getdim, məni tək qoydular, evdə qaldım, evdən nigəhvançılıq olam, nocavan idim, hamı ziyarət imamımıza, mən tək qalmışam, elə qəlbim tutuldu, gecə gəldim, dayandım həyatda, əlimi qoydum sinəmə, dedim, Əssəlamu aleyk, yəbnə Rasulullah, gördüm səs üzələndi, Əssəlamu aleykum və rəhmətullah. Oradan deyir, rabitəm başlandı İmam Rıza ilə. Oradan rabitəm başlanıb, bilə, həmişə gedərəm ağanın məhzərinə, bir rabitəyi xas varım dağı ilə. Əcibdir ha. Ondan deydi, ağa mənim əlimdən tutdu, İmam Zamanı da gördüm, İmam Zamanı da ziyarət elədim. Nəbi var, barha da ziyarət eləmişəm. Bir dənə salam nənə. Ondan deyib, gəldim, gecə yatdım, gördüm ağa İmam Rıza gəlib mənzilimizə. Ağa buyurdu ki, əgər bu duanı oxusun, ya mən təhəllə bihi uqədəl məkari ki, səhifədə vardı, nəql olunubdu. Əgər bu duanı oxusuz, əl üzdən tutaram. Nəsim-i mənəviyyət bu xanavadi əsərdir. Süb durdum, oxudum, elə bir nəsimdəydi birdən, tamamı əfkarımız töküldü yerə, təharət tapdı, vətənin tapdı. Bu məhəbbət insanın vətənin tanıtdı. Bu qapıdan qaçma, dayan, qoy nəfhi ilahi dəysin, bu qapıda təslim ol cinən, təslim, hər nə varındı, ver cinən hüccətə, hüccət səni özü ilə aparsın, o ərşnişindir, sən də ərşnişin olarsan.